İnsan Əli əleyhissalam və xanım Zəhranın evlilik həyatına nəzər salanda şövq alır. Kamil ailə necə olur görürsən. Bir-birinə qarşılıqlı məhəbbət, ailədə olan kamil ehtiram, bir-birinə olan kamil ehtiram, ailədə olan fədakarlıq, mehribançılıq. Xanım Zəhra yorulanda sanki Əli əleyhissalam yorulurdu. Bir gün Peyğəmbər gəlir Əli əleyhissalamın evinə, görür xanım Zəhra ilə Əli əleyhissalam iş görürlər. Peyğəmbər təklif edir ki, ikizdən birisi hansınız yorğunsunuzsa mən onun yerinə işləyə bilərəm. Əli əleyhissalam dərhal xanım Zəhranı göstərir. Ey Allahın Rəsulü, xanım Zəhra yorğundur. Əli əleyhissalam deyir ki, mən haçan yorğun olurdum, qəm-qüssə mənə üz gətirirdi. Xanım Zəhra mənim üzümə baxanda o yorğunçuluğum, o qəm-qüssəm məndən gedirdi. Bir gün Əli əleyhissalam xanım Zəhraya buyurur, Zəhracan mənim üzümə bax. Sən özün bilirsən ki, sənin mənim üzümə baxmağın mənim qəm-qüssəmi və yorğunçuluğumu aradan aparır. Başqa yerdə Əli əleyhissalam xanım Zəhra haqqında buyurur ki, xanım evliliyi həyatı boyunca heç vaxt mənə sıxıntı və çətinlik yaratmadı və heç vaxt mənim sözlərimdən çıxmadı. Bir gün Peyğəmbər Əli əleyhissalamdan soruşur ki, ya Əlim, qızım Fatimə sənin üçün necə həyat yoldaşıdır? Əli əleyhissalam buyurur ki, Fatimə mənim üçün Allaha bəndəçilik etməkdə və Allaha ibadət etməkdə ən yaxşı köməkçidir. Buna görə də Əli əleyhissalam xanımın şəhadət yatağında buyurur ki, Fatimə sənin məndən ayrılmağın mənim üçün çətindir.